Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bu gün deməli dərs 17-nin, yəni təlim forma modellərinin testlərin izahına baxacağıq. Burada deməli oyunlaşdırma, oyun əsaslı öyrənmə, layihə əsaslı öyrənmə və birbaşa təlimə aid testlər var. Vaxt itirmədən başlayaq. Birinci sualdan nə deyir? Oyunlaşdırma və oyun əsaslı öyrənmənin ortaq xüsusiyyəti hansı variantdadır? Hansı variantda daha doğrusu doğru göstərilib? Oyunlaşdırma və oyun əsaslı öyrənmə biz bilirik ki, hər ikisinin məqsədi oyun vasitəsilə şagirdlərin öyrənməyə marağının artmasıdır, stimullaşdırılmasıdır. Fərqi nədir? Oyunlaşdırma tapşırığa əsaslanır, oyun əsaslı öyrənmə bütün tədris mühitinə əsaslanır. Oyunlaşdırmada yəni deyirik ki, 5 dənə təqdimat hazırla filan tutul, nə bilim 10 dənə təqdimat hazırla filan tutul, 15 təqdimatı da filan tutulasan. Yəni tapşırığa əsaslanır. Amma bütöv oyun əsaslı öyrənmədə bütün təlim, yəni bütöv təlim mühitinə, tədris mühitinə əsaslanır. Niyə? Məsələn, bugünkü mövzumuz deyəlim ki, Vaqif poemasıdır. Vaqif poeması qeyd edirəm. Vaqif poemasını canlandırırıq. Hər uşaq bir dənə obrazı götürüb canlandırır. Gördünüz, bütün öyrənmə mühitini əhatə elədi. İndi biz ortaq xüsusiyyətinə dedik. Oyun vasitəsilə şagirdlərin öyrənməyə marağının stimullaşdırılması. Avtomatik olaraq nə görürük burada? D variantı. Gəldik nəyə? İkinci sual. Layihə əsaslı öyrənmə modelinin fəaliyyət addımları haqqındakı fikirlərdən biri doğru deyil. Gedişatda müəllimin metodluqla planda dəyişikliklərin edilməsi mümkündür. Bəli, dəyişiklik yapıra bilər müəllim. Müəllim şagirdləri yalnız yönəltməklə, düşünməyə kömək etməklə fasilitasiya edir. Bəli. O, yönləndirmə mərhələsində də demişdik ki, sualı deməli, sualın qoyuluşu, planın tərtibi, bax bu sualın qoyuluşunda yönləndirməklə kifayətlənir. Proses müəllim tərəfində yaxından izlənərək yerində və konstruktiv əks əlaqə qurulur. Bəli, bunu da qeyd etmişdim və qara şriftlə vermişəm bunu. Ortaya qoyulan sualla bağlı fikir mübadiləsi və müzakirə təşkil edilir. Ortaya qoyulan sualla bağlı fikir mübadiləsi və müzakirə təşkil edir. Və konstruktiv və əks əlaqədə də müzakirə aparıq, fikir mübadiləsi, doğru. Planın hazırlanması zamanı şagirdlərin iştirakına ehtiyac yoxdur. Elə səhv edir. Plan hazırlanan zaman şagird iştirak etməlidir. Biz demişik, planın hazırlanmasında, sinif qaydalarının tətbiqində şagirdlərin iştirakı vacibdir. Sonra üçüncü sual. Problem əsaslı öyrənmə və layihə əsaslı öyrənmə üçün oxşar cəhət hansıdır? Problem əsaslı və layihə əsaslı öyrənmədə biz demişdik, şagirdlərdə ünsiyyət, əməkdaşlıq kimi bacarıqlar formalaşdırır. Yəni 21-ci əsr bacarıqlarını, ümumi desək 21-ci əsr bacarıqlarını və mövcud biliklərdən istifadə edərək şagird yeni bilik və bacarıqlar əldə edir. Baxırıq, oxşar cəhət. Şagirdlərdə problem həll etmə, öyrənmə aktivliyi yaratma və tənqid təfəkkürün inkişaf kimi xüsusiyyətlərin yaranması xidmət edir. 21-ci əsr bacarıqları. Bir neçə günü və həftəni əhatə edir. Hansıdır bir neçə günü əhatə edən? Problem əsaslı öyrənmə. Materialın kiçik hissələrlə təqdim edilməsi. Materialın kiçik hissələri hansında görmüşdük bunu? Nədə görmüşdük? Materialın kiçik hissələrlə təqdim edilməsi bölüb hissələrə veririk. Birbaşa təlimdədir. Bir neçə gün həftənin problemdir o. Öyrənmə mühitindən asılı olmayaraq fənarası inteqrasiyanı biz görürük. Demişdim bunu da qeyd. Layihə əsaslıda müəllim yönümlü təlim modelidir. Belə bir anlayışda yoxdur ümumiyyətlə. Hansı fikir layihə əsaslı öyrənməyə aiddir? Layihə əsaslı öyrənməyə aid olan fikir. Şagirdlərdə bilik və bacarıqların formalaşdırılandan sonra, bax, formalaşdırılandan sonra demişdik, görsəz nədir? Bu, layihənin reallaşmasıdır, formalaşdırılandan sonra söhbəti varsa. Amma layihə əsaslı öyrənməklə öyrənmə eyni anda gedirsə də, odur tərif. Bilik və bacarıqların öyrənilməsi, layihələrin reallaşdırılması eyni vaxtda gedirsə, layihə əsaslı öyrənmədir. B variantı. Öyrənmə şagirdlərin özünə uyğun rahat vaxtda baş verir. Asinxrondur bu. Asinxron. Dərsə öyrənilərin qısa təkrarı ilə başlanılır. Birbaşa təlimdir. Dərs şagirdlərin məqsədi yönləndirmə ilə başlar. Sorğu və araşdırma əsaslıdır. Gəldik. Fikirlərdən biri fərqli modelə aiddir. Fikirlərdən biri fərqli modelə aiddir. Bütün şagirdlər öyrədilə bilər. Birbaşa təlim. Əvvəlki öyrədilənlərin qısa təkrarı ilə başlar. Birbaşa təlim. Sualın qoyuluşu ilə başları planın tərtibatı ilə layihə əsaslı. Müəllim tədris edilən mövzu ilə bağlı şagirdlərə öz nümunələrini təqdim edir, birbaşa təlim. Şagirdlərin anlaması yoxlanılır, birbaşa təlim. Deməli, sualın qoyuluşu ilə başlayan planın tərtibatı ilə olan nəsildir? Layihə əsaslı öyrənmədir. Yəni C variantıdır, fərqli olan. Sonra, Rözenşani təlim prinsipləri haqqındakı fikirlərdən biri doğru deyil. Anlamanı yoxlamaq, bəli, var. Şagirdlər həll edə bilmədikləri məsələləri addım-addım yerinə yetirmək. Demişdik ki, müəllim addım-addım iş görsə və şagird nə görəcəkdir? Addım-addım heç vaxt müəllim şagird yerinə iş görə bilməz.
Yeni materialların kiçik hissələrə təqdim edilməsi ikinci idi. Anlama dördüncü, C variantı ikinci. Əvvəlki öyrədilənlərin qısa təkrarı ilə bax, bu birinci. İşlənmiş nümunələr təqdim edin. İşlənmiş nümunələr bu da səhv eləmirəmsə üçüncü idi. Aha. Bir dənə biz orada B-ni görmürük. Addım-addım izahı. Scaffolding strategiyaları haqqında fikirlərdən biri doğru və yanlış olması baxımından fərqlidir. Biri doğru və yanlış olması baxımından fərqlidir. Şagirdlərə tədris edilən mövzu ilə bağlı öz nümunələrini təqdim edir. Bəli, axırıncı idi bu elə. Düşünən zaman səsli düşünmək scaffolding strategiyalarındandır. Bəli. Şagirdin əldə edə biləcəyi səhvləri, əldə yox, edə biləcəyi səhvləri əvvəlcə deməkdir. Scaffolding strategiyalarından ikinci məqam idi. Deməli, şagirdin edə biləcəyi səhvləri əvvəlcədən müəyyən edib şagirdlərə məlumat. Bəli, şagirdlərə məlumat üçün əlavə dərslər keçmək. Əlavə dərs keçmək, yəni əlavə məlumat verə bilərsən, amma əlavə dərs heç vaxt keçə bilmərsən. Əlavə məlumat ver. Əlavə dərs bu hazırlıqsan, məktəbdə əlavə dərs keçəsən. Əlavə məlumat verə bilərsən, amma dərs keçə bilmərsən. Deməli, yanlışdır. Çıxaq qoyaq da başa düşməyiniz üçün. Doğru, yanlış. Bu yanlış. Sonra şagirdlərə checklist təqdim edib, mən bu etdiyim mətni oxuyan zaman durmuş halına diqqət etmişəmmi? Checklistdə yazır. Məsələn, mətni oxuyan zaman hansı strategiyadan istifadə etmişəmmi? Doğru mu strategiyadan istifadə etmişəm? Checklistdir. Strategiya, scaffolding strategiyalarından biridir. Bu da doğru. Yanlış olan hansı idi? D-nin qabağında yanlış qoymuşuq. D. Sonra deməli, müəllim şagirdləri yeni mövzunu keçərkən onların mövzunu nə dərəcədə anladıqlarını müəyyənləşdirmək üçün suallar ünvanlayır. Şagirdlərin çətinlik çəkdiyini müəyyən edən müəllim şagirdlərin mövzunu daha yaxşı başa düşməsi üçün dərsi hissələrə bölüb tədris edir. Bax, müəllim şagirdləri yeni mövzunu keçərkən onların mövzunu nə dərəcədə anladıqlarını yoxlayır. Anlamanı yoxlayır. Hissələrə bölür, kiçik hissələrə. Bu qədər məqam vardı. Orada elə konkret deyək ki, mən birbaşa təlim. Sonra müəllim yeni mövzunu tədris edən zaman şagirdlərin özlərini müxtəlif mənbələrdən məlumat toplayaraq mövzunu mənimsəmələrinə üstünlük verir. Onlara pasiv saxlayıb, mövzunu sadəcə özü danışmır. Bax, hansı modelə aiddir? Gör, pasiv saxlamır. Şagirdlərin özləri məlumat toplayırsa, yəni məlumat toplayır. Sinonimi nədir? Özləri araşdırır. Özləri araşdırır. B variantı. Daha sonra birbaşa təlim haqqında hansı fikir doğru deyil? Birbaşa təlim haqqında hansı fikir doğru deyil? Baxaq, şagirdlərin anlamalarını davamlı olaraq yoxlamaq lazımdır. Şagirdlərin anlamalarını davamlı olaraq yoxlamaq lazımdır. Bəli. Başa düşübdürmü? Başa düşübsə növbəti mövzuya keçək. Düşmübsə nətə keçə bilər mövzuya? Şagirdlərə tapşırıqların həllini etdiyi edən sadə nümunələr təqdim edin. Bəli. Yeni mövzu öyrədilən zaman tapşırıqları şagirdlərin zəka səviyyəsinə uyğunlaşdırmaq lazımdır. Yeni mövzu öyrədilən zaman tapşırıqları şagirdlərin zəka səviyyəsinə yox, yaş xüsusiyyətlərini nəzərə ala bilərsən. Bilik, bacarıq, yaş. Zəka səviyyəsinə uyğunlaşdırmaq tapşırığı. Mövzunun tapşırığı orada. Sən onun şagirdin zəka səviyyəsinə nətər uyğunlaşdıra bilərsən? Bu keydir. Öyrənmə xüsusiyyətlərindən asılı olmayaraq, bax C variantı yanlış məqamdır. Bunu qeyd də gördük. Öyrənmə xüsusiyyətlərindən asılı olmayaraq hər kəs öyrənə və öyrədilə bilər. Hər kəs öyrənə və öyrədilə bilər. Bunu bilirik. Hər kəsin akademik nəticələri və motivasiyası yüksəldə bilər. Elə dərs keçmək lazımdır ki, şagirddə yəni səhv edəcəyi məqamları əvvəlcədən müəyyənləşdirməliyik. Nəyi tərif edəmsə birbaşa? Ən vacib məsələ dərsin düzgün planlaşdırılması və dərs zamanı aydın tapşırıqların verilməsidir. Düz. Birbaşa təlim haqqında hansı fikir doğru deyil? Yeni mövzu öyrədilən zaman tapşırıqları şagirdlərin zəka səviyyəsinə uyğunlaşdırmaq lazımdır. Belə bir məqam görməyibsən orada. Bax, A-nı görübsən, anlamanı yoxlamaq. Düzdürmü? Görübsən, anlamanı yoxlamaq. Şagirdlərə tapşırıqlarını həll etmək, sadə nümunələr vermək görübsən. Öyrənmə xüsusiyyətlərindən asılı olmayaraq hər kəs öyrənə bilər, öyrədilə bilər. Bunu da görübsən. Ən vacib məsələ dərsin düzgün planlaşdırılması. Dərs zamanı aydın tapşırıq görürsən, amma C-ni görməyibsən də, C yoxdur. Elə bir məqam yoxdur orada. Hansı fikir doğru deyil? Asinxron tədris zamanı şagirdlərin dərslərdə fiziki iştirakını təşkil etməklə keçirilməsi mümkün olsa da, bu təlim onlayn dərslər üçün daha məqsuduyğundur. Bəli, asinxronu canlı dərslər üçün istifadə edə bilərik. Fiziki dərslər, yəni canlı dərslər üçün. Amma məqsədə uyğundur ki, onlayn dərslər üçün. Birbaşa təlim müəllim şagirdlərə tapşırıq verməmişdən qabaq tapşırığın necə həyata keçiriləcəyini izah edir.
Birbaşa təlimdə müəllim şagirdlərə tapşırıq verməmişdən qabaq tapşırığın necə həyata keçiriləcəyini izah edir. Yol göstərir ki, bax belə izah elə. Sadəcə onun yerinə həll eləmir, bir izah verir. Doğru. Sorğu və araşdırma əsaslı öyrənmə modelindən istifadə edərək müəllim şagirdlərin əldə etdikləri anlayışları daha yaxşı anlamalarını təmin etmək üçün onlara əlavə məlumatlarla təmin edir. Bax, əlavə dərs keçmək yox, görsən əlavə məlumatla təmin edilir. Sonra müəllim keçdiyi hər yeni mövzula bağlı şagirdlərə bir-bir sual-cavab verir. Demişdim, addım-addım, bir-bir, belə şey yoxdur. Bir-bir sual-cavab eləsə ona vaxtmı çatar? Yanlışsa, deməli D variantı. Asinxron tədrisdə şagirdlərlə əks əlaqə anında verilmir. Bəli, çünki asinxron tədrisdə eyni yerdə, yəni eyni yer verilməyəcək, eyni vaxtda qoşulmuruq. Eyni anlayışı, bax, eyni zaman anlayışı nədə var idi? Sinxronda. Eyni zamanda dərsdə isə deməli ani olaraq əks əlaqə verə bilərsən. Anında əks əlaqə verərsən. Asinxronda da eyni anlayışı yoxdur. Deməli əks əlaqənin anında verilmir. Bu da düz. Baxdıq nəyə? Deməli A düz, B düz, C düz, deməli E düz. D variantı səhvdir. Çünki bir-bir sual-cavab eləyə bilmərik. Ona vaxt çatmaq. 20 dənə uşaq var. 20-sini də bir-bir sual-cavab eləmək olarmı? Yox. Burada nəyə bir də diqqət eləyin? Bu zəqə. Aha, belə. Burada müəllim bu sorğu və araşdırma əsaslı öyrənmə modelindən istifadə edərkən müəllim şagirdlərin əldə etdikləri anlayışları daha yaxşı anlamalarını təmin etmək üçün onlara görsən əlavə dərs keçmir, əlavə məlumat verir. Əlavə dərs görsən səhvdir. Birbaşa təlimdə müəllim şagirdlərə tapşırıq verməmişdən qabaq tapşırığı necə həll edəcəyini izah eləyir də, yol göstərir. Doğrudur. A variantında da demişdik, asinxron tədris onlayn dərslər üçün daha məqsədə uyğundur. Amma canlı dərslərdə də keçilə bilər. Biz demişdik, canlı və onlayn hər birində sinxron və asinxron ola bilər. İstər canlı olsun, istər onlayn olsun. Hər birində sinxron və asinxronu görə bilərik. Sonra 12-ci sual. Deməli, layihə əsaslı öyrənmə modeli ilə bağlı fikirlərdən biri yanlışdır. Layihə əsaslı öyrənmə modeli ilə bağlı. Layihə əsaslı öyrənmə təlim modelindən texniki fənlərin tədris zamanı istifadə etmək daha məqsəd uyğundur. Texniki fənləri, baxın, layihə əsaslı öyrənmə modelində daha çox təbiət fənlərində istifadə olunur. Amma bütün fənlərdə də istifadə etmək olar. Sadəcə tapşırıqdan asılıdır. Texniki fənlər deyə bir şey yoxdur. Texniki fənlər deyə bir şey yoxdur. Bu formada yəni bir məqama rast gəlmirik. Hətta texniki fənlərin tədrisi yox, layihə əsaslı yox, daha doğrusu bunu təbiət məsələsini layihədə yox, problemdə rast gəlirik. Problem əsaslı öyrənmə, burada da təbiət görürük. Təbiət fənləri üçün daha məqsədə uyğundur. Məqsədə uyğun deməyək, daha çox istifadə olunur, amma problem əsaslı öyrənmədə tək təbiət yox, bütün fənlərdə görə bilərik. Yekun olaraq bu fikir layihə əsaslıya yox, burada təbiət sözünü görsək, bu formada problem əsaslıya aiddir. Yəni, bax, fikir belə olsa, problem əsaslı öyrənmə təlim modelindən texniki fənlərin tədrisi zamanı, texniki yox, təbiət, üzr istəyirəm. Problem əsaslı öyrənmə təlim modelindən təbiət fənlərinin tədrisi zamanı istifadə etmək daha məqsədə uyğundur. Bu formada da görsən, düz götürə bilərsən. Amma tərsə təbiət fənlərində istifadə olunur, səhvdir. Digər fənlərdə də istifadə olunur bilər. A. Yanlış olan, qarşısına yazıram A. Şagirdlər layihə işini tamamlayandan sonra qiymətləndirmə rubriki, mən demişdim bunu, qiymətləndirmə, layihə işindən nədə istifadə edə bilərsən? Qiymətləndirmə üçün istifadə edə bilərsən, inteqrasiya görürsən, konstruktiv əks əlaqə görürsən. Bunların hamısını qara şriftlə verib vurğulamışdım. Şagirdlərdə yuxarı təfəkkür səviyyəsini inkişaf etdirir. Layihə daxı yaratmaq var, yuxarı təfəkkür, doğru. Şagirdlərdə 21-ci əsr bacarıqları həm layihədə var idi, həm problem həll etmədə. Bu təlim modelində seçilmiş mövzu əvvəlcədən dəfələrlə araşdırılmış mövzu ola bilər. Buna da toxunmuşdum. Əvvəlcə dəfələrlə araşdırılmış mövzu ancaq plagiatlıq olmamalıdır. Baxmalısan ki, nəsə yeni qatqı olsun. O da düz. A variantını deməli, nə oldu? Texnikin yerində təbiət görsək, problemə düz götürə bilərik. Amma bu vəziyyətdə texnik falan heç nəyə aid deyil. Sonra 13-cü fikir. Hansı fikir yanlışdır? Hansı fikir yanlışdır? Müəllim şagirdlərin anlamasını yoxlamaq üçün şagirdlərdən yoldaşlarının cavabları ilə razı olub olmadıqlarını soruşur. Bəli, var idi. Anlamanı yoxlanma məqamında gördük.
Daha sonra birbaşa təlimdə scaffolding strategiyalarından biri ki, müəllimin səssiz düşünməsini nümunələr. Bəli, elə scaffolding strategiyalarından birinci idi müəllimin səssiz düşünməsi. Daha sonra müəllimin çətin tapşırıqlar üçün fəqət dəstək verdiyi proses idraki çıraqlıq adı verilir. Bəli. Birbaşa təlimdə bütün şagirdlərin akademik və özgün baxımından inkişaf edə biləcəyi. Bəli. Birbaşa təlimdə bütün şagirdlərin akademik və özgün baxımından inkişaf edə biləcəyi öz əksini tapır. Bütün şagirdlərin öyrədilə biləcəyi öz əksini tapır. Şagirdlərin səhv edə biləcəyi məqamların əvvəlcədən müəyyənləşdirilməsi öz əksini tapır. Hamısı nə aiddir birbaşa təlimə? Birbaşa təlim modelində şagirdlər informasiyanı pasiv şəkildə qəbul etmirlər. Özlərinin iştirakı ilə bir yerdə araşdırır və müzakirə edirlər. Pasiv şəkildə qəbul etmir, araşdırır. Araşdırma nədir? Sorğu və araşdırmaya aiddir. Yanlış cavab E variantı. Əla. Gəldik 14, qaldı bir də 15. Bu təlim modeli ənənəvi öyrənmədən fərqli olaraq təkcə nəzəri biliklərin mənimsənməsi yekunlaşmır. Nəzəri biliklərdən istifadə etməklə hansısa məsələnin həllini tapmağı nəzərdə tutur. Yekunlaşmır. Bax, qeyd etmişdim. Nəzəri biliklərdən istifadə etməklə nə idi? Layihə əsaslı öyrənmədə mövzunu öyrənirsən. Mövzunu öyrənmək kifayət etmir. Sən o mövzunu tətbiq etməyi də öyrənirsən ki, mövzunu nə tər istifadə edə bilərsən? Real həyatda, yəni hardasa qarşına çıxan məsələlərdə o mövzudan öyrəndiklərindən, biliklərindən istifadə eləyəsən. Layihə əsaslı öyrənmə bunu öyrədirsən. Konkret kitab cümləsi, PDF cümləsi qeyd. Layihə əsaslı öyrənmədə təkcə mövzunu öyrənmək kifayət etmir. Onu istifadə etmək də öz əksini tapır layihə əsaslı öyrənmədə. Sonra hansı təlim modeli aydın təlimatlar, aktiv öyrənmə, reflektiv vasitələr, bu konkret məqamdır. Birbaşa, hanı birbaşa? B variantı. Neçənci il olub? 1960. Kim əlverişsiz öyrənmə, o sosial münasibətlər əlverişsiz olan uşaqlar üçün hazırlanıb? Məktəbə qədər təhsil mühitində əsası qoyulubdur. Bunlardır. 1960-cı ildə hazırlanıb. Aydın təlimatlar, aktiv öyrənmə, reflektiv təlim vasitələri vasitəsilə şagirdlərin akademik nəticələrini və motivasiyasını inkişaf etdirilə biləcəyini özündə əks etdirir. Bundan əlavə bütün şagirdlərin öyrədilə biləcəyini və onların səhv edəcəyi məqamların əvvəlcədən müəyyənləşdirilməsi kimi məqamlar özündə əks etdirir birbaşa təlim. Bir də Rozenşaynın bir neçə prinsipi var. Bu kimi məqamlar birbaşa təlimdə öz əksini tapır. Bir də scaffolding strategiyaları. Birbaşa təlimdə bu saydığım məqamlar Rozenşayn, bir də scaffolding strategiyaları. Birbaşa təlimdə öz əksini tapan məqamlardır. 15 də yəni B variantı. Bunlar da belə. Oldu müəllimlər. Sağ olun. Özünüzə yaxşı baxın. Ümid edirəm ki, öyrədici bir testlər idi və izahımız da öyrədici oldu sizin üçün. Gələn izahlarda görüşənədək.